Uzun bir aradan sonra hoş gördük sizleri. Bugün dadlı bir yemek hazırlayacağım. Bu yemek üç bacı dolması dadındadır ve buna tembel üç bacı dolması da demek olar. Çox dadlıdır. Əvvəlcə çəkilmiş əti soğanda mən qovururam. Üzərinə nanə qurusu və sarı kök əlavə edirəm. Ədviyyatlar olaraq siz reyhan da əlavə edə bilərsiniz. Mən sadəcə nanə sevdiyim üçün ona görə də sadəcə nanə qurusu əlavə etdim. Əti qovurduğum əti yığıram bir qaba və həmin yağda əvvəlcədən mən badımcanları bu şəkildə lay şəklində doğramışam və duzlamışam. Suyunu salfetka vasitəsilə silirəm, yağı özünə çəkməsin deyə və o tərəf bu tərəfini yağda qızardıram. Badımcanların hamısını qızartdıqdan sonra onları da ayrı bir qaba yığıram. Badımcanların da hamısını qovurduqdan sonra əvvəlcədən doğradığım qırmızı biberləri də yağda o tərəf bu tərəf qızardıram. Siz başqa yaşıl biberdən də istifadə edə bilərsiniz. Mən sadəcə qırmızı biberdən istifadə etdim. Bir də ki, mən biberdən ümumiyyətlə az istifadə edirəm. Bu da sağlamlığımla əlaqədar olaraq. Daha sonra biberləri də yığdıqdan sonra mən pomidorları yine o tərəf bu tərəf az bir miqdarda qızardıram o tərəf bu tərəf və işləm qurtardı. Daha sonra yerdə qalan pomidorun üzərinə mən qızartdığım badımcanları əlavə edirəm. Badımcanları səliqə ilə pomidorun üzərinə yığıram və daha sonra ardından qovurduğum əti üzərinə əlavə edirəm badımcan lay şəklində və onun da ardından pomidoru, bibarı yenə də əlavə edirəm üzərindən və yeməyi biz bu şəkildə etdikdən sonra qoyuruq hardasa bir 10 dəqiqə ki qaynasın. Yəni yeməyin tamı bir-birinə çıxsın, ədviyyatların tamı. Daha sonra mən əlavə etmədim evdə olmadığına görə. Əgər sizdə evdə varsa, Holland pendirini də tyorkadan keçirdib üzərinə əlavə etsəniz daha dadlı olur bu yemək onda. Ümumiyyətlə mən yay yeməklərini çox sevirəm. Hamısı demək olar ki, tərəvəzlərdən ibarətdir. Tərəvəzlər isə orqanizma üçün vitamin, bol vitamindir. Ona görə də artıq badımcan, biber, pomidor sezonu gəlib və bu yeməklərdən bişirin, nuş edin. Hazırlayan hər kəsə indidən nuş olsun deyirəm. Sağ olun.